Hər kəsə salam. Mənimlə birlikdə gölə hazırlanırıq. Göl deyəndə nəyi nəzərdə tutduğumu videonun sonunda görəcəksiniz. Belə bir kətan dəstim var. Fikirləşirdim bunu hara geyinim. Dedim çəkilişə geyinim. Çünki burada hələ gölə gedəcəyimdən xəbərsizəm. Elə bu kətan dəstlə geyinməyə də belə bir həsir çanta almışdım. Əslində bunu havalar tam qızandan sonra geyinməyə planlaşdırırdım. Amma dözə bilmədim, nə yalan deyim. Tam o Pinterest kombin vibe verirdi. Saçımı bu şəkildə yarım at topuzu yığdım. Və keçirik aksesuarlara. Bundan çox abartılı aksesuarlar gedəcəyini düşünmədim. Ona görə sadə bir Cartier üzük, bir dənə də halqa sırğa taxdım. Saçım, aksesuarlarım, geyimim bu şəkildədir. İndi gedirik üzümə əl gəzdirməyə. MAC-ın dodaq karandaşı ilə dodağımı çərçivələyirəm. Daha sonra Fenty'dən yeni aldığım 01 nömrəli bu glossu çoxdandır gözləyirdim. Hansı səhifədən aldığımı da aşağıdan etiketləyəcəm. Dodağıma da Fenty glossu vurdum. Daha sonra geçincəsini duxulandım. Evdən çıxmağa tam hazır vəziyyətdəyəm. Evet, bir de bu kabronu yeni almışam. Bu kombinimle getdiyini düşündüm ve taktım. Reklamlar, reklam arası. Çok güzel bir məkana geldik. Çok əhli keyf bir ailəyik. Mənzərənin gözəlliyinə birdən baxın. Harda qalmışdım. Çok əhli keyf bir ailəyik. Çəkilişə getmək adı ilə evə çıxdıq. İş dalıca gedərkən kendimizi təbiətin qoynunda bulduk. İşe gedib istirahətə yolu azan ilk insanlar ola bilərik. Belə gözəl bir məkanda gözəl bir vaxt keçirdik. Hər yerdə də bunun sonrasının elanlarını paylaşmışam. Məryəm yapışdı yerə, şəkil çıxdı yerdə. Ona da YouTube'dan ətraflı baxa bilərsiniz. Hələlik.